Elhamdülillahi Rabbil alemin. Ve la akbetu lil muttaqin. Ve salatu ve selamu ala seyyidina Muhammed. Khayri halqi Rabbil alemin. Ve ala alihi ve azvacihi ve ashabihi gurrul meyamin. Ve men tebi'ahum bi ihsan ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm. Ve akrimna bi nuril fehm. Ve aftah aleyna bi ma'rifetil ilmi ve sahil ahlâgana bil hilm. Ve cealna mimmen yestemi'unel gavle feyettebi'una ahsana. Allahümme la sehle illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan ve erzugna ittiba'ahu ve erinel batile batilen ve erzugna işnabeh. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Amma ba'd. Kâle Allah Teala fi kitabil kerim ve yevme ya'addu zalimu ala yedeyhi يقول يا ليتني اتخذت مع الرسول خليلا يا ويلتى ليتني لم أتخذ فلانا خليلا لقد أضلني عن الذكر إذ جاءني وكان الشيطان للإنسان خذولا وقال تعالى أيضا يوم الأخلاء يومئذ بعضهم ببعض عدو وقال النبي صلى الله عليه وسلم فيما رواه الترمذي وأبو داود وغيرهما عن أبي هريرة أن المرء على دين أخيه فلينظر أحدكم من يخالل صدق رسول الله فيما قال أو كما قال. Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Əzizlər, Allah Subhanahu ve Teala kitab-ı kərimində buyurur: "Ve yevme ya'addu zalimu ala yedeyhi." Ve yekulu ya leyteni lem ettehiz ya leyteni ittehaztu ma'ar rasul sabila. Bir gün gələcək ki, zalim olan kəs əlini gəmirəcək. Əlini gəmirəcək və deyəcək ki, kaş ki peyğəmbərlə yol götürəydim, peyğəmbərin yolunu tutaydım. Ya veylətə, vay mənim günümə, vay mənim günümə. Leytəni ləm ətəxid fulanən xəlilə. Kaş ki filan kəslə dostluq eləməydim, filan kəsi özümə dost tutmazdım. Ləqad adəlləni izcəəniyə zikru. Çünki o dost tutduğum mənim huzuruma gəlmiş, mənim yanıma gəlmiş, mənim qarşıma gəlmiş zikirdən məni uzaqlaşdırdı, azdırdı. İzcəəni, yəni zikir mənim yanıma gəlmişdi. وَكَانَ الشَّيْطَانُ لِلْاِنْسَانِ خَزُولًا. Şeytan insanı yarı yolda qoyandı. Digər bir ayət-i kərimədə də Allah Subhanahu Teala buyurur: "El-əxilləu yevməizin ba'duhum li ba'din aduv." Dostlar, can qardaşlar o gündə bir-birlərinə düşməndirlər. İmam Tirmizi və Əbu Davudun və digərlərinin rəvayət elədiyi səhih və həsən arasında tərəddüd eləyən hədis şərifdə Resulullah sallallahu aleyhi ve sellemin hər kəs öz dostunun dini üzərindədir. Baxın, görün dostunuz kimdir, baxın, görün kimlə dostluq edirsən dediyini Əbu Hüreyrə, Allah ondan razı olsun, rəvayət eləyir. Xəlil, dost. Xəlil dediyin əzizlər, ərəb dilində bizim hamımız ona dost deyirik. Yəni Azərbaycan dilində hamısına dost deyirlər. Ərəb dilində dostun da dostdan fərqi var. Sadiq var, rəfiq var, xəlil var. Xəlil dostların ən seçkinidir. Can dostu, sir dostu. Xəlildən o yanası yoxdur. Resulullah Aleyhisselatü Vesselam buyurur, deyir ki, لَوْ كُنْتُ اِتَّخَزْتُ خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرَ خَلِيلًا غَيْرَ أَنَّ صَاحِبَكُمْ خَلِيلُ اللّٰهِ. Əgər deyir, mən bir dost tutası olsaydım özümə, Əbu Bəkri dost tutardım. Baxın, Resulullah sallallahu aleyhi ve sellem əshabı arasında onu hamısını saymır. O qədər əshabın arasından özündən sonraki ən fəzilətli insanın adını çəkir ki, dost tutacaq olsaydım, can dost tutacaq olsaydım, Əbu Bəkri tutardım.
Sadəcə nə var ki, sahibukum, yəni özün nəzərdə tutur əleyhissalatü vəssalam, sizin yanınızda olan kəs Allahın xəlilidir. Allah onu özünə xəlil tutubdur. Bu o deməkdir ki, bir insanın iki xəlili olması çətindir. Çox çətindir. Bir insan bir xəlili ola bilir. Və bunun yanında Resulullah sallallahu aleyhi ve sellemdən əvvəl, indi hədisə gəlməzdən əvvəl onu deyək ki, ayət-i kərimədə Allah subhanahu taala dostlardan danışır, dostlardan danışır. Və yevme ya'addu zalimu ala yedeyhi ya leyteni ittexaztu ma'ar və yaqulu ya leyteni ittexaztu ma'ar rasul sabila ya veylətə leyteni lem ettexiz fulanen xalilə. Qiyamət günü bir insan hesab kitab verəsi olacaq və bu hesab kitab əsnasında peşmançılıq keçirecək. Hər şey ortada, geriyə yol yoxdur, qazanılan qazanılıb, itirilən itirilib, hər şey ortada hazırdır, amma artıq geriyə yolu yoxdur. Bunun yanında hər şey ortada, gün kimi aydındır. Nəticə meydandadır. Nə etməli? O zaman insan əlini gəmirəcək. Peşman olan insan baxarsan əlini gəmirər ha? Özünü gəmirtləyəcək. Ki, kaş ki mən filan kəsi özümə dost tutmazdım. Niyə? Bu ayənin nazil olma səbəbi nədəzdir? Resulullah sallallahu aleyhi ve sellemə təzə vəhiy gələndə Resulullahın iki dostu var idi. Bax. Biri hamımızın tanıdığı Sıddıqul Əkbər Əbu Bəkir radiyallahu anh. Bir də Utbə İbni Əbi Muayt derlər. Utbə İbni Əbi Muayt. Resulullahla dostluq eləyərdilər, oturardılar, durardılar Resulullahla. Resulullahın yanından ayrılmazdılar. Vəhiy gəldi. Resul Əkrəm əleyhissalatu vəssələm təbliğə başladı. Əbu Bəkir əmənnə ləbbeykə ya Resulallah dedi. Hər nə dedisə qəbul elədi. Təbii Əbu Bəkirin fəziləti haqqında danışmırıq. Mövzumuz o deyil. Bu Utbə İbni Əbu Muayt nə elədi? Resulullah sallallahu aleyhi və səlləmlə əlaqəsini kəsmədi. Yenə Resulullahla oturur, durur, Resulullahla söhbət eləyir. Amma hələ dinini qəbul eləməyib. Və Resulullahla bu qədər bunun mehribançılığını, gediş-gəlişini görən Umeyyə İbni Əbi Xələf, Umeyyə İbni Xələf, Bən Umeyyədəndir və yaxud Ubey İbni Xələf deyərlər. İkisindən biridir, qardaşdılar. Ya Ubey olsun, ya Umeyyə. Hər ikisi Xələfin oğlu deməkdir, atalarının adı Xələfdir. Cüməh, yəni Bən Umeyyənin Cüməhi qolundandılar. Bu deyir, bu Utbə İbni Əbi Muaytə dedi ki, sən də azdın, sən də getdin Məhəmmədin dininə qoşuldun. Dostudur ha. Sən də getdin Məhəmmədin dininə qoşuldun, sən də öz babayan, dədəyin dinini buraxdın, dedi. Və bu zaman o da, yox, mən Məhəmmədin dinini qəbul eləməmişəm, aleyhissalatü vəssalam. Mən azıb eləməmişəm. İndi bu Umeyyə İbni Xələf nə deyir? Deyir, əgər sən sözündə doğrusansa, sözə baxın qardaşlar, əgər sözündə doğrusansa və Məhəmmədin dinini qəbul eləməmisənsə, öz ata-baba dinindən azmamısansa, Allah sən saxla ya Rəbbi bu sözün xətasından. Mənim üzüm sənin üzünə haramdır. Yəni, üz-üzə gəlməyimiz haram olsun. Yəni, bundan sonra biz danışmayacaq, görüşməyəcək. Yəni, düşmən olacaq səndən. Əgər mən deyəni eləməsən, nədir sənin dediyin? Gedəcəksən, Məhəmmədin, haşa, Allah qorusun, Məhəmmədi təhqir eləyib, üzünə tüpürcə yatacaqsın. O zaman mən biləcəm ki, sən onun dinini qəbul eləməmsən. Şeytana baxırsınız, şeytana. Hələ qıcışdırır, öyrədir. Eləyib. Gəldi Resulullah sallallahu aleyhi və səlləmin huzuruna və o ədəbsizcəsinə o davranışını elədi. Amma denən onunla Resulullahın üzünə bir şey toxundu mu? Allah qorudu. Rəvayət belə yazır, yanında deyildik. Kitabda belə oxuyuram. Resulullah sallallahu aleyhi və səlləm dedi ki, dostlar axırı, haramdan kənarda səni tutdun mu qanına qəltan eləyəcək.
Deyir, sən haramdan mənim kənarda harada tutacaqsan ki? Bacara bilməzsən. Çəkildi, getdi. Aradan əzizlər çox keçdi. 15 ilə yaxın bir vaxt keçdi. Hicrətin 2-ci ili Bədir hərbi qaim oldu. Bədir döyüşündə bilirik, əsirlər düşdülər. Müsəlmanlar bəzi müşrik sənadid dəryonlar rəhbərlərini əsir elədilər. Və bu əsirlərin arasında həmin bu Utbə ibn Əbu Muayt deyilən də var idi. Və Bədir əsirlərindən, Bədir hərbində əsir düşən müşriklərdən 2 adam öldürüldü. 2 adam öldürüldü. Biri həmin bu Utbə ibn Əbu Muayt idi. Resulullah sallallahu aleyhi ve sellem əmr elədi ki, kəlləsini uçurun. Həmin onun halını Allah subhanahu ve taala ayət-i kəriməsindən qiyamətdə deyəcəyi, düşəcəyi halı bizə xatırladır. Dünən dost duyduq. Bir başqasının, şeytanın sözünə uydum. Dostumu təhqir elədim. Onunla yol tutmadım. Nə oldu axırı? Axır günü əlini gəmirəcək oldu. Bunu Allah Teala bizə xəbər verir. Deyir ki, əlini gəmirəcək, deyəcək ki, kaş ki, Peyğəmbərlə, Rəsulla yol tutardım. Filankəslə, o filankəs də kimdir? Allah adını belə tutmur. Baxın əzizlər, Allah rəzil insanların öz nəzərində o rəzil müşriklərin adını belə tutmaz. Nə Əbu Cəhlin adını tutmaz Quranda, nə Ubey ibn Xələfin adını tutmaz, nə Utbə ibn Rəbiyənin. O, Rəsullaha qatı düşman olan heç birinin adını tutmaz. Eyhamla danışar, işarə ilə danışar. Bu şeytan onu ora apardı. Və indi axırda deyir ki, وَكَانَ شَيْطَانُ لِلْاِنْسَانِ خَذُولَ Şeytan həqiqətində insanı yarı yolda qoyandı. Elə der, ondan sonra da eləməzdi o bana nə? İşi gördün nə kim yanındadır, elə ki günahı gördün, elə ki isyan elədin, bana nə? Ona görə dəzdər, Resulullah sallallahu aleyhi və səlləm buyurur, Əl-mər'u alə dini xəlilihi Kəs, insan, dostunun dini üzərindədir. Fəlyənzur əhədukum mən yuxalim. Hər hansı biriniz baxın, görün kimlə dostluq edirsiniz. Sözüm xüsusilə gənclərədir. Gənclərədir. Baxın, görün kimlə oturub durursunuz. Əgər şeytanla oturub durursunuzsa, çayxanası, meyxanası, içkisi, qumarı, narkotiki, Allah korusun filanı, axır cəhənnəm. Əgər iman əhlindən oturub durursansa, məscidi, namazı, haramdan qaç, oğruqdan qaç, pisdən qaç, günahdan qaç, nəticəsi inşallah cənnət. Eybi yox, bax, indi namaz qılan olub, sən yaxşı adamsan ki, indi bax, sən təmiz oğlansan bizdən, biz günahkar, cəhənnəmə gedəcəyik. Vallahi səni də özünə ab yoldaş eləyir, ona qədərdir. Ondan sonra deyəcək, gəlməzdi o mənə nə? Gəlməzdi o mənə nə? Yenə bu ayət-i kərimənin təfsirində Həzrət Əli kərramallahu vəcəhə rəvayət eləyir. Qiyamət günü bu dünyada 2 dost var. İkisi də mömindir. Bu tənbəllik eləyəndə o yerdə qalanda bu bir qüsur eləyəndə o bir xətiyə düşəndə bu, bir-birini oyada gedirlər. Aman onu eləmə, aman bunu eləməyək filan, gedir. Və bir müddət sonra dostun biri dünyasını dəyişir. Dostun biri dünyasını dəyişir, axirətə köçür və axirətdə o gözəl qazancın nəticəsini görür. Qəbir cənnət bağçasından bir bağça, cənnətdəki yerini müşahidə eləyir, hər şey gözəl. Ya Rəbbi deyir, ya Rəbbi, mənim o yoldaşım nə gözəl yoldaşıymış, mənim o dostum nə gözəl dostuymuş. Ya Rəbbi, o buraya gələnə, mənim yanıma gələnə kimi onu qoru, azdırma, onu günahlardan qoru, ya Rəbbi, deyə dua eləyər. 2 dost yenə var. O çayxanaya çağıranda bu meyxanaya, bu meyxanaya çağıranda o qumarxanaya, o qumarxanaya çağıranda bu birisi yerə.
Gələr bu dostun biri də ölür. Ölür, cəhənnəm çuxurundan bir çuxurda. Ya Rəbbi, ya Rəbbi, o nə pis dostuymuş ya Rəbbi. Onu daha ağır, daha dərin, daha pis quyuya sal ya Rəbbi. Dostuyduq, nə? Yeməyimizi bir yerdə yerdik. Axşam səhər başqa yerə getmirdik. Sən meyxanada olanda mən çayxanada otura bilmirdim. Nədir? Onu daha pis yerə, daha dərin yerə sal. Hidayət üçün, onun doğru yola gəlməsi üçün dua eləmir. Niyə? Çünki nəfsi, öz ondan irəlidir, öz ondan qiymətlidir. Sonra Allahın əmri, hər insan ölümü, hər canlı ölümü dadacaq. Mömin olan da ahirətə köçər, o birisi də ahirətə köçər. Allah subhanahu ta'ala möminləri qarşılaşdırır ruhlar aləmində. Deyir ki, usnu aleykumə, bir-birinizi öyün, tərifləyin. O ona deyir, nə gözəl yoldaş, nə gözəl qardaş, nə gözəl həmsöhbət. Bu buna deyər, nə gözəl yoldaş, nə gözəl qardaş, nə gözəl həmsöhbət. O onu tərifləyir, o onu tərifləyir. O birisiləri qarşılaşdırır, deyir, bir-birinizi tərifləyin. Gələcək indi inşallah da. Bir-birinizi tərifləyin. Nə əstağfirullah, nə pis adam, nə yaramaz adam, nə alçaq adam, nə günahkar adam, nə xəbis adamsan sən. O da ona deyir. Qiyamət günündə və yaxud ruhlar aləmində, bərzəx həyatında bu ruhların qarşılaşıb bir-birinə təriflə dedirtməsindəki hikmət nədir? Allah Rəsulundan və yaxud Həzrət Əli öz elmindən bunu bizə nə deyə rəvayət edir? Bilirsiniz əzlər, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, el-iman bid'un ve seb'un ev bid'un ve sittun şu'beh ve adnahu ve a'lahu el-haya ve adnahu imatetul eza anit tarik. Deyir ki, iman 60 bir digər bir rivayətdə 70 şöbədən ibarətdir. Onun ən zirvəsi həyadır. Yox, əstağfurullah, səhv edirəm. Onun ən zirvəsi la ilahə illallahdır. Ən aşağısı yoldan bir maniyəni kənar eləməkdir. Həya da imandan bir şöbədir. İçki içən zaman bir-birinə sağlıq deyən adamdan yalançı adam, həyasız adam yoxdur. O haramı ki qaldırır ha, bax. Allı güllü sözləri bəziyə bizə, vallahi yalancının ta kəndisidir. Türüklər demiş. Niyə? Hardan alıram bunu? Nə deyib mən and içib deyirəm bu sözü? Çünki içib yolunu çöyrəndən sonra ya bir-birinin qanına qəltan eləyir, ya bir-birinin ırzına dolaşır, ya bir-birinin qeybətini qırır, ya da açdığı süfrəni başlayır tənqid eləmək. Bax, bu da mənim dostumdur, yeməyin də duzu yox idi. Bugünkü bu dünyadakı halını orada da davam elətdirəcək. Ona görə əzizlər, ona görə dost, həmsöhbət, yoldaş çox önəmli bir şeydir. O qədər önəmli bir şeydir ki, atalarımız belə deyibdi. Nətər deyibdi? Cəhənnəmə gedən özünə yoldaş axtarır. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Dostun kim olduğunu söylər, sənin kim olduğunu deyil. Ata sözlərimiz bu mənada çoxdur. Amma hamısının üstündə bir dənə qiymətli sözümüz var. Hədis şərifimiz var. Əl-mər'u alə dini əxihi, xəlilihi. İnsan dostunun dini üzərindədir. Dostu nə dindədirsə o dində olacaq. Açıq dəlil həyat tarixi var. Əbu Bəkir xəlil olaraq Rəsulullahı seçdi, Sıddıq Əkbər oldu. Uqbə ibn Əbu Muayd də Umeyyə ibn Xələfi seçdi, zalim oldu, cəhənnəmlik oldu. Gördünüzmü dost seçmək yolu nətər təyin eləyir? Ona görə xüsusilə bu bir daha vurğulayıram, xüsusilə gənclərə, çünki onların həyat qabağındadır. Dost seçən zaman elektron mikroskop götürəcəksən əlinə. Lupa yox, elektron mikroskop. Şəxsi qüsurları barədə danışmıram. Bir insanın şəxsini araşdırması müsəlmana düşməz. Mikroskopu götürəcəksən ki, bu məni hara aparır, o yoluna baxmaq üçün. Şəxsə yox, şəxs Allaha aiddir.
Bir şəxsin qüsurunu araşdırmaq müsəlmana düşməz. La təcəssəsu, Quran ayəsidir. Bir-birinizin haqqında araşdırma aparmayın. Bu sana dostdur, səni hara dəvət eləyir, səni nəyə dəvət eləyir. Çox sevirsən, bir kursdasınız, nə bilim, nəsiniz, olur, zaman gəlir, söyülür, soruşulur bu sözlər bizdən. Əgər dostun sənə namaz çatanda, qardaşım, namazın vaxtı gəldi deyə xəbərdar eləmirsə, futbolun vaxtı keçir, gəl futbola gedək, nə bilim, nələr. Belə də deyəcək, kimsə bizdən inciyəcək, nəyə salın çəkəndə. Ona görə dosta diqqət eləyəcəksiniz. Resul-i Əkrəm əleyhissalatu vəssələmdən İmam Suyuti Həsən sənətinə rəvayət eləyir və Resulullah sallallahu aleyhi və səlləm buyurur, Allahümme inni əudu bikə min xəlilin məkirin. Allahım, mən sənə məkirli dostdan sığınıram. Allahım, mən sənə məkirli dostdan sığınıram. Əynəhu tərəyəni, gözləri məni görür. Dostu, gəlib oturmuşsunuz, Allah. Bu namaz əhlində də olur, ha? Namaz əhlində də olur. Oturmuşsan bir yerdə, insan oğludur, bir xətan olur, bir qüsurun olur. Ha-ha-hi-hi, bu belə oldu. Niyə? Görür axırı, yanında da axırı. Əynəhu tərəyəni, gözləri məni görür. Və qalbuhu yərəəni, qəlbi mənə müşahidə edir, riayət eləyir. Ra'in, gözətçidir. İn ra'a həsənətən dəfənəhə. Allah sən eləsindən saxla. Və in ra'a seyyiətən əzə'əhə. Əgər məndə yaxşı bir davranış görərsə, əgər məndə gözəl bir davranış görərsə, sətərəhə, ört bastır eləyər, gizlədər. Niyə? Yox, bu məndən qavağa keçər, buna hörmət eləyərlər, bunun şöhrəti artar, nə bilim, bu nə olar? Sənin yaxşılığını gizlədir, ört bastır eləyir, istəmir olsun səndə yaxşılıq. Və in ra'aha seyyiətən, səndə bir pislik görərsə, videoya çəkər, kameraya çəkər, telefona çəkər, ondan sonra da nə qayrar? İnternet səhifələrində paylaşar. Quranı səhifə oxudu, nə bilim, nəyi, onu belə elədi, bunu belə elədi. Müminin ayıbını, müminin qüsurunu başlayar aləmə car çəkməyə. Bu da sana dost qardaş. Sən yanında qardaş demişdin, yanında idi. Bəşər həyatı bir xəta buraxdın. O da tələm-tələsiz gizliyinə şırıb, şəkildə çəkdi, qoydu internetə. Allah beləsi dostdan saxlasın. Resulullah bundan Allaha sığınıram deyir. Amma gözlər nələr görür, qulaqlar nələr eşidir. Allah sən belə dostdan saxla ya Rəbbi. Belə dostdan saxla ya Rəbbi. Elə dostdan saxlayırkən də bunu eşidən hər bir müsəlman özünə mal eləməlidir. Birinci də mən özüm. Aman, dost əmanətdir. Aman, xəlil əmanətdir. Qiyamət günü nə pis dostuymuş, nə rəzil dostuymuş deyib, aləmin içində, Allahın huzurunda mənim üstümə bir söz deyəcəksə, dilimə gözümə sahib olmalıyam. Dostumun, müsəlman qardaşımın qüsurunu üzə çıxartmamalıyam. Müsəlman qardaşımın yaxşısını danışmalıyam. Müsəlman qardaşımın gözəlini danışmalıyam. Müsəlman qardaşımın ən gözəl əxlaqi vəsiflərini üzərə çıxartmalıyam. Mən sətərə müminən sətərə Allah yavməl qiyamə. Kim mümini örtbastır eləyər günahlarını, Allah ki, qiyamət ki, onun günahlarını örtbastır eləyər, deyir Allah Resulü sallallahu aleyhi və səlləm. Və ləzizlər, bax, ona görə də bir daha dönək dolanaq, bir daha vurğulayaq ki, dost demək bir insanın axirət həyatının təyin edicilərindəndir deməkdir. Bir insan tək qalarsa, Resulullah sallallahu aleyhi və səlləm nə buyurur? Şərr-o rikab, bir vaxt, yəni tək olan, tək gedən ən şərli yolçudur deyir. Bir insanın bir evdə tək qalmasını belə məsləhət görmürlər alimlərimiz. İki yoldaş olarsa, yolçuluqda təbii, bəyənilməz. Üç yoldaş olarsa, rahat olur, nə gözəldir. Bütün bunlar əziz qardaşlar,
Hamımız sınaq qarşısında, hamımız imtihan qarşısındayıq. Birimiz dostla, birimiz qardaşla, birimiz ailə ilə, birimiz pulla, birimiz nə bilim nə ilə, hərə bir şey ilə imtihandadır. Və bu imtihandan bu dünyada bizə yardım eləyəcək ən önəmli şey yaxşı, səmimi, sadiq bir xəlildir, dostdur. Əgər bir xata eləyərsənsə, səni xəbərdar eləyər. Əgər bir qüsurun olarsa, onu ört-bastır eləyər. Əgər ayağın büdürərsənsə, əlindən tutar. Amma heyhətə ərəb demiş. Beləsi bir dost hardadır? Əlinlə axtarma, yox, gözünlə axtarma, gündüz işıqla axtar, beləsi bir dostu tapsan, əlindən, ətəyindən yapış buraxma. Niyə bu sözləri deyirik? Çünki demək bizim özümüzdə, birinci də məndə də o qüsur, məndə. Demək, mən özüm hələ elə bir dost ola bilmək dərəcəsində çatmamışam ki, elə bir dostu tapa bilmirəm. Deyil mi? Hədis şərifin o danışdığım Utbə ibn Əbu Muaytin qətl olunmasında 2 nəfərin adı çəkilir. Rəvayətin birində deyirlər ki, Rasulullah Həzrəti Əliyə buyurdu, birində deyir Asim ibn Sabitə buyurdu. Asim ibn Sabitə buyurdu. Həzrət Əli tanıyırıq. Asim ibn Sabit haqqında bir söz deyəcəm, qardaşlar. Asim ibn Abiti Resulullah sallallahu aleyhi ve sellem bilirsiniz, məşhur bir hadisədir, qısa deyəcəm sadəcə, əsas məzun tutmaq üçün. Bir yerə Quran öyrətməyə göndərirdi, getdilər, yolda xəyanətə uğradılar, çəkildilər, bir dağa çəkildilər. 3 nəfər. Birini öldürdülər, orada şəhid düşdü. Biri əsir düşdü, Məkkiyə apardılar, o Xubeyb ibn Ərəb, adı Xubeybdir. O, üçüncüsü həmin bu Asim ibn Sabitdir. And içmiş, demişdi ki, mən sağ olduğum müddətcə nə müşrikə əl vurmuşam, nə müşrik mənə əl vurmuşaq. Bu 3 yoldaş, baxın əzlər, bu 3 yoldaş, eləcə də şəhid düşən o birisi yoldaşlar. Bir-birlərini qorudular, axırda bu üçü qaldı. Bu üçü də dağa çəkildilər. Dağa çəkiləndən sonra biri şəhid düşdü, yenə bu ikisi qaldı. Bu ikisi qalandan sonra Asim ibn Sabit də vurdular, oxunan öldürdülər, oxuladılar. O da öldü. Xəbbabı əsir götürdülər. Baxın qardaşlar, sadiq dosta baxırsanmı? Ölənə kimi dostunu buraxmadı. Xəbbab nə dedi öldürülməzdən əvvəl? Xəbbabın 100 canı ola. 100'ü də burada sizin əlinizdə bir başını kəsərsiniz, Xəbbab buna razıdır. Amma Mədinədə bu anda Resulullahın ayağına bir dənə tikan batmaya. Dost belə olur. Allah subhanahu ta'ala bizi o səviyyədə dostluq eləməyi bacaranlardan eləsin. Allah subhanahu ta'ala qüsurumuzu, təqsiratımızı əff eləsin. Allah subhanahu ta'ala ümmət-i Muhammedin dərdli qullarına dəva, xəstə qullarına şifa, borçlu qullarına borcunu gözəl bir şəkildə əda eləməyi nəsib eləsin. Allah subhanahu ta'ala ümmət-i Muhammedin böyük kiçiyini, gəncini, qocasını, qadınını, körpəsini, yol gedən, yol gələnini, görünən, görünməyən, bilinən, bilinməyən, öndən, arxadan, sağdan, soldan gələn xata balalardan, afətlərdən qorusun. Subhana rabbika rabbil izzət amma yasifun və salamun aləl mürsəlin və elhamdülillah rabbil aləmin. Selamun aleykum və rəhmətullah.